Değerli şəhid ailələri, buyurun söz sizindir. Biz bu torpaqlara sizin evlatlarınızın, sizin yoldaşlarınızın sayesinde gelmişik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Məkanları cənnət olsun. Buyurun. Bəli, indi biz gəlirik. Qarabağın hər bir yerində, hər bir güşəsində şəhidlərimizin qanı tökülən o ərazilərdən gəlib şəhidlərimizi yad edirik. Doğma torpaqlarımızı, ata-baba yurdumuzu yad edirik. Hər bir dağı, hər bir daşı, hər bir çiçəyi bizə doğmadır. Baxmayaraq ki, biz özümüz buralı olsaq da belə, burada anadan olmayan, buralı olmayan, başqa əyalətlərdən, bölgələrdən gəlib burada şəhid olanların ailələri buranı öz vətənləri sayırlar. Və Gülablı, nəinki Gülablı, bütün Qarabağ Azərbaycanın vuran ürəyidir. Əgər mənfur düşməndən, işğaldan azad etmişiksə və bunun çiçəklənməsində birbaşa əl-ələ verərək o şəhidlərimizin yarım qalan arzularını davam etdirəcəyik. Şəhid analarımız, şəhid bacılarımız, şəhid ailələri, hamınızı mən də ürəkdən təbrik edirəm. Bugünkü günə şükürlər deyirəm. Allah bugünkü günü bizə qismət eləyən oğlanların hamısına rəhmət eləsin. Yerləri cənnət olsun. Biz bugün onların sayəsində gəlib burada bu gözəl havamızı, suyumuzu alıb, içib, 1000 dəfələrlə Allah sizə rəhmət eləsin şəhidlər. Bir öz şəhidlərimizi, öz kəndimizin şəhidlərini demirik, bütün şəhidləri deyirik. Düzdür, hicranın sözünə qüvvət, bizim bu kəndlərdə öz kəndimizdən olmayan neçə oğullar itirib analar. Allah hamısına rəhmət eləsin, analara, ailələrə səbir versin. Bu günlərdə bu kəndimizin bütün çətin işinin arxasında torpağımızı ala bildiyimiz qədər çətin olmayaraq bir işin arxasında əminliklə durmalıyıq. Çətin işin hamısına qatlanacağıq. İnşallah qalib gələrik. Hamınızı bir daha salamlayıram. Bugünkü gün elə bir əlamətlər gündür ki, şəhidlərimizin anam günü, torpağımızın bugünkü gündə burada olmağımızın, bütün Qarabağ sakinlərinin Qarabağa qayıdışının əsas səbəbi Ali Baş Komandanımızın qətiyyəti, milli ordumuzun şücaəti nəticəsində olur. Bütün bunlara baxmayaraq, kəndimizdən ötəri hər bir kənd sakininin həmin